Mən bir dəfə Barselonada müəyyən qədər pul qazanardım, aylıq. Orta İspandan bir neçə dəfə çoxdur da. Orta İspan deyək ki, 3000 qazanırsa, sən qazanardın 10000. Deyirəm mən belə davam edəcəm, avtopilotda yaxşıdır. Onda o milyonçu dostum dedi ki, Orxan, sən başı dolu, cibi boş professor olmaq istəməzsən. Doğrudan bütün Azərbaycan universitetləri başı dolu, üzrəyəm, cibi boş professorla bu təhqir deyirlər. Başı dolu, cibi boş professorlardır da, ya müəllimlər və s. Doğrudan istəmərəm də. Biz sadəcə bizə həmişə nə deyə bilər? Deyir ki, sən filankəs oxuyan uşaqdır, oxudu. Onu o qədər müsbətləşdiriblər ki, insanların əsl uğur meyarları yadından çıxıb. Kitab oxumağa bir alət kimi baxmaq lazımdır. Oxumağa bir alət kimi. İndi deyək ki, bu aspektdən baxsaq, hamımız da deməli biz qəbul edirik ki, indiki dövrdə kitab oxumaqdan daha effektiv metodlar var, daha sürətli metodlar var. Biz qəbul edirik ki, Azərbaycan təhsil sistemi keyfiyyəti aşağıdır və biz qəbul edirik ki, bizim həyatda məqsədimiz maddi azadlıqdır. Maddi azadlıqdan sonra mənəvi zənginlik üçün mən özüm taparam. Mənə sənin ehtiyacım yoxdur universitetdə.